Bugün sizə cavanlarda rast gəlinən dağınıq skleroz xəstəliyi haqqında məlumat vermək istəyirəm. Hamı bilir ki, dağınıq skleroz xəstəliyi daha çox orta yaşlı insanların xəstəliyidir. Amma statistikaya görə 10-15% hallarda dağınıq skleroz çox cavan yaşlarda, yəni təxminən 9, 10, 15, 16 yaş arasında yaranır və ilk əlamətlər belə başlayır. Belə ki, məktəbə gedən uşaq tədricən yaddaşının zəifləməsi, diqqətinin azalmasını hiss eləyir, görməsinin zəifləməsini hiss eləyir. Bu, dağınıq sklerozun ilkin əlamətləridir. Bu yaşlarda dağınıq skleroz yuvenil dağınıq skleroz adlanır. Yəni, uşaq yaşlarda rast gəlinən dağınıq skleroz. Bu cür deməli, kognitiv dəyişikliklərdən sonra hərəkətlərdə, motorikada dəyişikliklər başlayır. Uşaqda əvvəlcə dəngəsizlik, tez-tez yıxılmalar başlayır. Uşaq sanki tənbəlləşir, gücsüz olur, hərəkət eləməyi çətinləşir. Bir müddətdən sonra pilləkən qalxıb düşmələri çətinləşir. Ümumiyyətlə hərəkət eləmək istəmir. Bu zaman isə artıq valideynlər təşvişə düşüb müəyyən bir müdaxilələr, müəyyən bir müayinələr keçirməyə başlayırlar. Dağınıq sklerozun ən əsas diaqnostikası beyin maqnit rezonans tomoqrafiyası vasitəsilədir. Belə ki, biz beyni MRT eləyəndə bu uşaqlarda, həmçinin də böyüklərdə ləkələr görürük. Bu ləkələr çox xırda və xüsusi spesifik yerləşməyə malikdirlər. Belə ki, beyində bu ləkələr döyənək cismin ətrafında, beyin mərdəcəklərinin ətrafında səpələnmiş şəkildə olur. Xəstəliyin diaqnozunu dəqiqləşdirmək üçün təkcə maqnit rezonans tomoqrafiya kifayət etmir. Əlbəttə ki, daha ağır hallarda biz onurğa beyni mayesinin də müayinəsini mütləq şəkildə tələb edirik. Bu müayinədən sonra artıq beyində bir autoimmun xəstəlik, iltihabi proses getdiyini təyin edirik. Bəs dağınıq sklerozla ensefalitin fərqi nədir? Bunların çox ciddi fərqi var. Belə ki, ensefalit daha çox bakteriya, virus və infeksiyalardan sonra kəskin yaranır. Amma dağınıq skleroz çox yavaş inkişaf edir. Bəzən bir əlamətin görünməsi və itməsi üçün aylarla vaxt lazım gəlir. Və dağınıq sklerozda beyində iltihabi proseslər əsasən beynin ağ maddəsində gedir bir proses və beynin ağ maddəsində beynimizin miyelin qışasının dağılması ilə özünü büruzə verir. Dediyimiz kimi bu əlamətlər dağınıq sklerozda getdikcə artan əlamətlərdir. Yəni bir müddət kəskinləşmə dövrü olur, uşağın bütün bu simptomları ağırlaşır, ondan sonra isə sanki bir sakitləşmə dövrünə keçir və xəstəlik davam etdikcə uşaq həyatında bir neçə dəfə bu xəstəlik əlamətlərinin kəskinləşməsini, sonra remissiya adlandırdığımız sakitlik dövrünə keçid eləyir. Və odur ki, biz bu pasientləri diaqnostika eləyəndə bu kəskinləşmələrin neçə dəfə olması, ümumiyyətlə davamlılığın nə qədər olmasını mütləq şəkildə araşdırırıq. Əlbəttə ki, vaxtında və tez qoyulan diaqnozda beyində ləkələrin sayının çoxalmasına imkan vermir. Yəni, nə qədər xəstəliyi gec tapdıqsa, gec diaqnoz qoyuldusa, o qədər də beyində çox ləkələr əmələ gələcək və əlamətlər də artacaq. Ona görə də erkən diaqnostika lazımdır. Xəstəliyi vaxtında təyin etmək və düzgün və müasir müalicələr təyin olunmalıdır. Və müalicələr isə əsasən iltihab əleyhi dərmanlar və bu autoimmun prosesi sakitləşdirmək üçün, yəni immuniteti sakitləşdirmək üçün istifadə olunan dərmanlardan ibarətdir. Xəstəliyin müəyyən bir mərhələsindən sonra orqanizmdə müəyyən bir qalıq əlamətləri yaranır. Müasir tibbdə biz artıq mərkəzimizdə də kök hüceyrə transferi adlandırılan bir üsuldan istifadə eləyərək beynimizdəki zədələnmiş hüceyrə və toxumaları bərpa etməyə nail ola bilirik. Odur ki, ensefalit keçirtmiş, dağınıq skleroz keçirtmiş və yaxud da ki, müəyyən anadan gəlmə iflic keçirtmiş xəstələrdə beyin toxumasının bərpasını gücləndirmək üçün kök hüceyrə müalicələri təklif edirik. Bu kök hüceyrə müalicələri yeni doğulmuş körpənin göbək ciyəsindən hazırlanır. Bu göbək ciyəsindən hazırlanmış mezenkimal kök hüceyrələr beyində yayılaraq hematoensefalitik bariyeri keçərək zədələnmiş toxumalara
xüsusi tropluğu var. O toxumalara daha yaxın gəlir. Orada yeni sinaptik əlaqələrin, yəni hüceyrələr arasında o torların, əlaqələrin yaranmasını gücləndirir və nəticədə hüceyrənin bərpası, toxumanın bərpası da mümkün olur. Odur ki, bütün bu ağır neyrodegenerativ xəstəliklərdən sonra deməli reabilitasiya prosesini daha da gücləndirmək üçün, artırmaq üçün mən sizə kök hüceyrə müalicələrini istifadə etməyi tövsiyə edirəm.